bullying əvvəl də qeyd elədik ki, test mərhələsində güclü bir tərəfin özündən zəif bir tərəfə zorakılıqla təsir etməsidir. Özündən zəif bir tərəfə təsir edir. Bu, müxtəlif cür ola bilər. O haqda danışacaq daha detallı şəkildə. Ümumiyyətlə, bu bullyingin baş vermə halları nə zaman ola bilər? Bullyingin baş vermə səbəbləri müxtəlif ola bilər. Məsələn, ola bilər ki, dini müxtəlifliyinə görə şagirdlər olsun, yaş fərqi, sosial status, məsələn, varlı kəsib ola bilər ailə, yaşadığı mühit, şəxsi nifaq, geyim tərzi, xarici görünüş, introvertlik və s. bunlar səbəb ola bilər. Introvertlik, yəni biz keçmişdik. İntrovert, ekstravert, yəni fərd daxili şəxsiyyət tipi nəzərdə tutulur. Bunlar səbəblər ola bilər. Biz danışaq bullyingin daha detallı şəkildə danışaq. Növləri haqqında ilk olaraq. Deməli, bullying məqsədinə görə növləri var. Buna məqsədinə görə də növləri, məqsədli bullying və məqsədsiz bullying. Bullyingin göstərdiyi davranışa görə bullyingin növləri var. Fiziki bullying, qeyri-fiziki bullying. Bullyingin birbaşa və dolayı yolla təsirinə görə bullyingin növləri var. Vasitəsiz bullying, vasitəli bullying və xüsusi növ bullying, kiberbullying var. Biz bu haqda detallı şəkildə ayrı-ayrılıqda danışacağıq. İlk olaraq bullyingin məqsədinə görə bullyingin növləri. Bullyingin məqsədinə, yəni həmin o zorakılıq törədən şəxs, bully, onu nəzərdə tutulur. Bullyingin məqsədinə görə bullyingin növləri məqsədli və məqsədsizdir. Adından da göründüyü kimi, məqsədli bullying niyyətli şəkildə olur. Məsələn, niyyətli şəkildə digər bir şəxsi bullying eləyir. Məqsədsiz bullying isə yəni niyyətli şəkildə olmur, məqsədli şəkildə olmur, yəni özü də bilmədən digər bir şəxsə bullying etmiş olur. Ona görə də bu bullyingin də iki növü var, düşünülməmiş bullying və tədris bullyingi. Düşünülməmiş bullying nədir? Məsələn, düşünmədən digər bir şəxsə bullying edir. Məsələn, deyək ki, məqsədi bullying etmək deyil, amma sinif yoldaşının davamlı olaraq saçını yolur. Yəni, o bunu zarafat niyyətindən eləyir. Amma xəbəri olmadan bullyingə məruz qoyur digər bir şəxsi. Yəni, digər bir şəxs özünü rahatsız hiss eləyir və psixoloji baxımdan gərginlik keçirdir və bullyingə məruz qalmış olur. Tədris bullyingi isə tədrisdə baş verir. Məsələn, öyrənmə prosesində deyək ki, müəllim şagirdi davamlı olaraq ancaq mənfilərin bildirir. Mənfilərin bildirir, müəllim özlüyünə düşünür ki, bundan şagirdin mənfilərini aradan qaldıracaq, amma əksinə olur. Ona psixoloji zorakılıq yaratmış olur. Bu da tədris bullyingidir. Bu niyə məqsədsizdir? Çünki müəllim bunu məqsədli bullying etmək niyyətindən etmir. Sadəcə hər dəfə mənfi, özü də bilmədən şagirdi bullyingə məruz qoyur. Buna da bu öyrətmə ilə bağlı olan bu bullying isə tədris bullyingi adlanır. Deməli, bullyingin məqsədinə görə bullyingin növləri hansıları olduğu, məqsədli bullying, məqsədsiz bullying. Məqsədsiz bullyingə hansılar aid olduğu, düşünülməmiş bullying və tədris bullyingi. Bullyingin göstərdiyi davranışa görə bullyingin növləri. Bullyingin göstərdiyi davranışa görə bullyingin növləri fiziki bullying və qeyri-fiziki bullying. Fiziki bullyingdə adından göründüyü kimi, burada ilk növbədə bullyingin insana mütəmadi olaraq fiziki əziyyət verməsidir. Məsələn, gəlir, gedir yoldaşın vurur və yaxud da bu tək vurmaq yox, eyni zamanda da əşyalarına da zərər vermək baxımından ola bilər. Davamlı başqasının kitabını götürür, yerə atır, başqasının davamlı olaraq dəftərini əzir. Yəni, fiziki şəkildə toxunaraq, fiziki şəkildə bullyingə məruz qoymuş olur. Qeyri-fiziki bullying. Qeyri-fiziki bullying isə fiziki kontakt olmadan təmassız baş verən bullyingdir. Qeyri-fiziki bullyingində növləri verbal bullying, qeyri-verbal bullying və sosial bullyingdir. Verbal bullying, yəni biz yadınızdasa keçmişdik, verbal, qeyri-verbal. Verbal bullying, yəni sözlü şəkildə. Daim sözlə bullyingə məruz qoyur. Daim kobud şəkildə, müxtəlif sözlərdən
bullyingə məruz qoyur. Ən geniş yayılmış forması ilə verbal bullyingdir. Qeyri-verbal bullying isə burada sözlə yox, daha çox jestlərlə, hərəkətlərlə, məsələn, gedir gəlir göz süzdürür. Qeyri-verbal bullyingdir. Sosial bullying isə hər hansı bir sosial qrupdan uzaqlaşdırma. Məsələn, çox vaxt olur, qruplaşmalar olur və bir nəfəri uzaqlaşdırırlar. Daimi olaraq bir nəfəri uzaqlaşdırırlar. Məsələn, oyun zamanında onu kənarlaşdırırlar. Buna isə sosial bullying deyilir. Deməli, bullyingin göstərdiyi davranışa görə, göstərdiyi davranış adından da məlumdur. Bullyingin göstərdiyi davranışa görə bullyingin hansı növləri olduğu fiziki bullying, qeyri-fiziki bullying. Fiziki bullying dedik vurmadır, fiziki şəkildə bullying etməkdir. Qeyri-fiziki bullying isə dedik nə oldu? Verbal bullying, qeyri-verbal bullying və sosial bullying. Bullyingin birbaşa və dolayısı yolla təsirinə görə bullyingin növləri. Birbaşa və dolayısı yolla. Yəni, bu nə deməkdir? Bullyingin birbaşa və dolayısı yolla təsiri iki cür olur. Vasitəli bullying və vasitəsiz bullying. Vasitəli bullying, yəni heç kəsin burada vasitəçiliyi olmadan bully, yəni həmin o zorakılıq törədən şəxs özü bu zorakılığı eləyir. Kimisə vasitəsi olmur, bunu özü edir. Amma vasitəsiz bullyingdə, vasitəli bullyingdə, vasitəsiz bullyingdə özü eləyir. Vasitəli bullyingdə isə kimisə vasitəsilə edir bunu. Məsələn, üçüncü bir şəxsin vasitəsilə edir. Özü eləmir. Məsələn, bully özü eləmir. Filan yoldaşına deyir ki, buna get filan təzyiqi göstər. Yəni, özünün iştirakı olmadan digər bir şəxs vasitəsilə bunu edir. Deməli, bullyingin birbaşa və dolayısı yolla təsirinə görə bullyingin növləri vasitəsiz və vasitəli bullying. Vasitəsiz bullying necə oldu, müəllimlər? Vasitəsiz birbaşa özü bully olur da. Amma vasitəli, məsələn, karta yoldaşına deyir ki, o qabaqdakının saçını dart, əşyasını götür. Bəli, kimsə vasitəsilə. Adından da görünür. Vasitəsiz, yəni kimsə vasitəsi olmur, özü edir. Vasitəli isə kimsə vasitəsilə edir. Gəldik xüsusi növ bullying, kiberbullying. Bu daha çox sosial media üzərindən baş verir. Kiberbullying yazılı şəkildə də ola bilər, təhqir formasında, qeyri-verbal da ola bilər, şəkillərdən, videolardan ola bilər və yaxud da fiziki şəkildə ola bilər. Hakkerlərin davamlı olaraq internet üzərindən həmin şəxsin elektron cihazlarını sındırması və yaxud profillərini oğurlaması, bank hesabından qeyri-qanuni istifadə, bunlar hamısı aiddir nə? Kiberbullyingə. Deməli, xüsusi növ bullying nə oldu? Kiberbullying. Kiberbullying necə icra olunur? İnternet vasitəsilə də onlayn olaraq. Bəli, sosial media üzərindən. Deməli, müəllimlər, biz bullying haqqında məlumatlı olduq. Çünki biz şagirdlərdə baş verən bullyingləri bilmək üçün onların hansı bullying olduğunu da bilməliyik ki, onları da aradan qaldırmaq üçün hərəsinə uyğun strategiyalardan istifadə edək. Bəs bu bullyingi biz necə müəyyən edə bilərik? Bullyingi müəyyən etmək üçün ilk öncə biz bunu hər dərs deyirik, demək olar ki, məktəbdə təhlükəsiz və pozitiv mühit yaratmalıyıq. Əgər müəllimdən şagird qorxursa, daim qorxu təhdidi görürsə, bu məsələni də gizli saxlayacaq. Amma müəllimlə xoş, pozitiv münasibət varsa, müəllim orada sağlam psixoloji mühit yaradıbsa, təhlükəsiz mühit varsa, hər hansı bir bullyingə məruz qalanda da o rahat şəkildə gəlib müəlliminə də deyəcək, yəni o problemin də vaxtında qarşısı almış olacaq. Ona görə birinci faktor bizə lazımdır ki, daim təhlükəsiz və pozitiv mühit yaradaq. Bütün məktəb heyəti ilə müəllim, direktor, sinif rəhbəri, psixoloq və digərləri ilə əməkdaşlıq etmək. Bu nə deməkdir? Yəni, bu demək deyil ki, biz məsələn, filan sinifdə bullying baş veribdir, gəlirik, oturuq müəllimlər otağında deyirik ki, bilirsiniz, nə olur, filan sinifdə filan olur. Qoyuruq müzakirəyə və salam, söhbət bundan bağlanır. Yox. Biz əməkdaşlıq etməliyik. Məsələn, psixoloq, düzdür, bəzən səriştəsiz olur, məktəblərdə çox belə olur. Psixoloq səriştəli psixoloqdursa, ondan məsləhət alırıq və yaxud da sinif rəhbərinə bir əməkdaşlıq çərçivəsində baş vermiş bullyingi aradan qaldırmağa çalışırıq. Və yaxud da bullying baş verməyibsə, müəyyən edirik ki, məsələn, filan uşaq daim emosional durumu gərgin olur.
bunu o cür sinif rəhbərindən, digər əməkdaşlardan, əməkdaşlıq şəklində bunu aradan qaldıra bilərik. Bilə bilərik ki, bu davamlıdırmı, davamlı deyilmi? Və hər bir halda da biz demişdik ki, konfidensiallığı qorumalıyıq. Gizliliyi mütləq qorumalıyıq. Yəni gizliliyi ona görə qorumaq yox ki, biz məsələni ört-basdır edirik, ona görə yox, qətiyyən. Biz problemi həll edirik, amma gizli şəkildə həll edirik. Yəni məsələ nə qədər ki yayılsa, o bilir, bu bilir, o daha çox üzr istəyirəm, problemi dərinləşdirir. Şagirdlərin şəxsi portfolyolarının yaradılması. Təbii ki, akademik nailiyyətlərinə aid olan portfolyolar olur şagirdlərdə. Bu yaxşı olar ki, eyni zamanda emosional durumları ilə də bağlı olsun. Daimi olaraq şagirdlərimiz emosional durumundan xəbərdar olsaq, bullyinglər baş verəndə də xəbərdar olarıq. Vaxtında da bullyingin qarşısını alarıq. Çünki bu bullyinglər, müəllimlər, biri digərindən yüngül deyil. Məsələn üçün, deyək ki, tutaq ki, deyək ki, verbal bullying, tutaq ki, deyək ki, qeyri-verbaldan yüngüldür və yaxud da qeyri-verbaldan və yaxud da deyək ki, məqsədli bullying, məsələn, fiziki bullyingdən yüngüldür. Yox, qətiyyən. Bunların hər biri eyni dərəcədə şagirdin psixoloji durumuna, şagirdin həyatına eyni dərəcədə təhlükəlidir. Yəni, bunları bir-birindən ayırmaq mümkün deyil. Valideynlərlə əməkdaşlıq. Valideynlərlə əməkdaşlıq eləyəndə biz, çünki uşaqlar məktəbdə demək olar ki, məktəbdə olduğundan çox valideynin yanında olur, düzdürmü? Valideynlərlə əməkdaşlıq eləsək, biz şagirdin o psixoloji durumundan, evdə necədir, özünü necə aparır, vaxtında məlumatlı ola bilərik. Və yaxud da esse yazmaq. Düz, indi esse yazmaq o qədər də bu səriştəli deyil. Yəni, bu bullyingin müəyyən edilməsində tam belə tamına yaxşı metod olmaya bilər, amma bundan da istifadə etmək olar. Metod olaraq bundan da istifadə etmək olar. Anonim sorğu. Mənə görə ən idealı bunların içərisində düzdür, valideynlə əməkdaşlıq öz yerində, müəllim kollektivi. Bu strateji olaraq mənə görə anonim sorğu daha uyğundur. Çünki anonim sorğuda bilinmir kim yazıbdı bunu. Yəni gizli şəkildə olur anonim sorğu. Amma əvvəlcədən belə anket hazırlanmış olur və bu anketdə də bunu niyə etdin və yaxud da ki, məqsədin incitmək idimi və yaxud da ki, bu hal davamlı baş verirmi, bu məsələ tez-tez olurmu? İndi bu anketləri də biz müəyyən cür özümüzə dəyişdirə bilərik. Məsələn, sinifdə bullyingin halı baş verməməsi haqqında biz özümüz də burada başqa cür tərtib edə bilərik. Məsələn, sən incidən varmı? Ki, bu şagirdlərdə bu anonim sorğu keçirərək onların vəziyyəti haqqında, psixoloji durumu haqqında və yaxud bullyingin olmadığını müəyyən edə bilərik. Bəs bullying baş verirsə, bullyingin necə qarşısını ala bilərik? Ümumiyyətlə, nəinki bullying baş verdi, bullying baş vermədən də bizim tədbirlərimiz olmalıdır. Necə ki, biz reaktiv keçirdik ki, planlı müəllim olur, plansız müəllim olur. Bu bullyingin qarşısını almaqda da bullying baş verəndən sonra yox, elə bir mühit yaratmalıyıq ki, elə metodlardan istifadə etməliyik ki, ümumiyyətlə bullying baş verməsin. Və bunun üçün nə edə bilərik? Bullyingin qarşısını almaq üçün müxtəlif strategiyalardan istifadə edə bilərik. Məsələn, mənəvi dəyərlərin aşılanması. Biz Kolbergdə də keçmişdik, yadınızdasa, mənəvi inkişaf nəzəriyyəsi. Məsələn, mənəvi dəyərlər aşılanarsa, o sinifdə mehribançılıq olar. Məsələn, yadınızdasa demişdik ki, universal etik prinsiplər, ən üst səviyyə. Biz şagirdlərə humanist hissləri aşılasaq, humanizm, mehribanlıq hisslərini aşılasaq, o mənəvi dəyərləri biz onları inkişaf elətdirməyə çalışsaq, onlar da bir-birlərinə qarşı mehriban olarlar, bir-birlərinə qarşı xoş rəftar edərlər. Yəni, bullyingin qarşısını almış olarıq. Emosional intellektin formalaşdırılması, biz yadınızdasa emosional intellektdə harada danışmışdıq? Kimin nəzəriyyəsi idi? Golemanın emosional zəka nəzəriyyəsində də danışdıq. Biz empatiyadan danışdıq. Empatiya başqalarının hissini anlamaq,
Yəni biz nə qədər ki şagirdlər arasında empatiya hissi yaradarıq, o digərlərinə durumunu özü anlayar, özündə baş verdiyi kimi anlayar, digərlərinə də qarşı həmişə xoş münasibət göstərilmiş olacaq. Buzqıran strategiyalarından istifadə. Biz bunu demək olar ki, bir çox dərslərimizdə danışmışıq ki, buzqıran strategiyaları ortaq xüsusiyyətlərin müəyyən edilməsidir. Nə qədər ki, şagirdlər bir-biri ilə ortaq xüsusiyyətlərini araşdırarlar, onlar arasında da empatiya hissi daha çox yaranmış olar və biz buna şərait yaratmış olaraq. Valideynlərlə əməkdaşlıq və onların maarifləndirilməsi. Qeyd elədiyimiz kimi, ötən dərsimizdə də danışdıq ki, valideynlərlə əməkdaşlıq etməliyik. Bu bizim vəzifəmizdir müəllim olaraq. Eyni zamanda da biz çalışmalıyıq ki, valideynləri maarifləndirək. Elə valideynlər var ki, məlumatlı olur, elə valideyn var ki, məlumatsız olur. Yəni, hər bir valideyn savadlıdır deyə bir qanun yoxdur. Valideyn savadlı da ola bilər, savadlı olmaya da bilər. Amma biz hər bir halda valideyni maarifləndirməliyik. Bunun üçün, məsələn, seminarlar təşkil edə bilərik. Məsələn, valideyn iclasları keçiririk, amma bu daha çox maarifləndirmə istiqamətində olmalıdır. Və bu istiqamətdə, çünki bəzən olur ki, şagirdin o bullinin o niyə yaranır? Bəzən olur ki, o evdən qaynaqlanır. Məsələn, evdə aqressiya görür. Şagird gəlir, o aqressiyasını yoldaşlarından çıxır. Ya yoldaşını vurur, ya itələyir. Haradasa bir aqressiya görür. Amma biz valideynləri maarifləndirsək, valideyn də evində yoldaşının, övladınla yaxşı münasibətdə olsa, o zaman necə olacaq? Təbii ki, bu bullyingdə qarşısını almış olarıq. Bu bullying, məsələn, bir də görürsünüz ki, bu qeyd elədiyim kimi, məsələn, evdə aqressiya halları baş verir və s. Bu gəlir evdə gördüyü aqressiyanı yoldaşlarının üzərinə tökür. Bir də görürsən, müəllim bunun qarşısını almaq üçün müəllim ona belə əsəbi davranır və yaxud da müəllim ona qışqırır və yaxud da o başqasının saçını yolursa, gəlir müəllim də bunun saçını yolur. O zaman o daha da şiddətlənə bilər. Amma ondan müəllim o göstərdiyi münasibəti tam ona göstərmək yox. Çalışmalıdır ki, bu dediyimiz kimi valideynlə əməkdaşlıq eləsin, bu səbəblərini araşdırsın, bir uşaqdan fərdi söhbətlər təşkil etmiş olsun. Yəni, müsbət formada aradan qaldırmağa çalışmalıdır. Məktəb psixoloqu ilə əməkdaşlıq, əvvəldə də qeyd elədik, psixoloqdan əməkdaşlıq çox böyük rolu var. Təbii ki, psixoloq səriştəli olarsa, şagirdlərin maarifləndirilməsi, şagirdlərin özlərini maarifləndirməyə çalışmalıyıq. Bullying nədir və bullying necə elə etməliyik ki, şagirdlərdə bullying halları baş verməsin. Bunun üçün şagirdlərin özünü maarifləndirməliyik. Amma bunu qətiyyən məktəbdə hər hansı bir bullying hadisəsi ilə başlamamalıyıq. Bu doğru deyil. Biz bunun üçün, məsələn, müxtəlif videolar təqdim edə bilərik bullyingin baş verməsi haqqında və yaxud da şagirdlər arasında empatiya hissi yaratmaqla bu bullying nədir və baş verməməsinin qarşısını almaq üçün. Eyni zamanda da biz bunun üçün doğru vaxt seçməliyik. Şagirdlərin dinləməsinin buna hazır olduğu vaxtda, səs-küylü vaxtda yox, yəni yorğun vaxtda yox, elə bir düzgün vaxt seçməliyik ki, şagirdlərə doğru düzgün şəkildə maarifləndirə bilək. Müəllimin rol model olması. Biz digər dərslərimizdə də bununla toxunmuşduq ki, müəllim özü rol model olmalıdır. Müəllim şagirdlərlə mehriban davransa, kobud sözlərdən istifadə etməsə, o zaman şagirdlər, xüsusilə ibtidai siniflərdə olur bu, çox zaman şagirdlər öz müəllimlərinə bənzəməyə çalışırlar. Buna görə də müəllim özü şagirdlərdən mülayim olmalıdır. Danışanda da etik çərçivədə, etik sözlərdən istifadə etməli, zəhmət olmasa buyurun. Xoş, humanist münasibət göstərsə, şagirdlər də müəlliminə oxşayacaq. Çox zaman elə görünüş baxımından da şagirdlər öz müəllimlərinə bənzətməyə çalışırlar özlərini. Ona görə də müəllim hər bir məqamda rol modeli olmalıdır, nümunə olmalıdır. Nə qədər ki, şagirdlər həssas davransa, onlar da mehriban olsa, xoş ünsiyyət qursa, şagirdlər də müəllimdən nümunə götürmüş olacaqlar. Bu, həqiqətən də belədir. Deməli, müəllimlər,
Biz bullyingin qarşısını almaq yollarından danışdıq. Bunun üçün dedik ki, buzqıran strategiyalarını istifadə etmək, valideynlərlə əməkdaşlıq, onların maarifləndirilməsi, məktəb psixoloqu ilə əməkdaşlıq, şagirdlərin maarifləndirilməsi və mənəvi dəyərlərin müəllimin özünün rol model olması. Biz bunlardan nə edə bilərik? Bu strategiyalardan istifadə etməklə bullyingin qarşısını ala bilərik. Belə əziz müəllimlər, yeni dərsimiz bu qədərdir. Mənə elə gəlir ki, çətin olmadı. Hər hansı bir hissədə çətinlik qaldı müəllimlər? Yox, aydındır mənə. Onda ümumi olaraq sual cavab eləyək. Görək dərs nə dərəcədə mənimsənmiş oldu. Firdun müəllim, zəhmət olmasa açın mikrofonu. Eşidirəm müəllimə. Dedik ki, bullyingin göstərdiyi davranışına görə bullyingin növlərini dedik. Fiziki bullying, qeyri-fiziki bullying. Fiziki bullying deyəndə nə başa düşürük? Fiziki bullying deyəndə yəni əldən vurma, saçın yolma, Bəli. bu formada. Və yaxud kitabın dəftərini tullayır, çantasını. Kitabın dəftər, ruçkasını tez-tez alıb əzib tutmaq. Bəli, tamamilə doğrudur. Bəs qeyri-fiziki bullying desək, bunu dedik növlər var. Qeyri-fiziki tez-tez gəlib göz süzdürmək, nə bilim ağız əymək, barmağı aşağı eləmək ki, sən yəni pissən, müxtəlif şeylərdir. Deyəsən çox rastlaşırsınız bunlardan. Bəli. Verbal bullying sözlü və sosial bullying. Sosial bullying elə sosial şəbəkələrdə, nə bilim mən. O kiberbullyingə aiddir. Sosial bullying yəni bir qrupdan digər birini uzaqlaşdırır. Uzaqlaşdırmaq, bəli. Bir də müəllimlər tamamilə doğru qeyd elədiniz, müəllim, çox sağ olun. Bir də bir məsələni qeyd eləməliyik ki, bullying, məsələn, hər hansı bir konflikt baş verirsə, bu bullyingdir demək deyil. Bu hal davamlı olarsa bu bullyingdir. Məsələn, davamlı bu gün də olur, sabah da olur, davamlı olaraq baş verirsə bullyingdir bu. Məsələn, hər hansı bir konflikt o bullying demək deyil. Yəqin ki, uşaqlıqda rastlaşmış olarsınız bu bullyinglərdən. Bu davamlı olaraq bu gün, sabah, başqa vaxt, yəni görürsünüz davamlı olaraq bu baş verir, demək ki, bu bullyingdir. Toğrul müəllim, zəhmət olmasa açın mikrofonu. Bəli, müəllim. Siz zəhmət olmasa məqsədli və məqsədsiz bullyingi izah eləyin. Və məqsədli bullyingdə belə deyək də, qəsdən nətər deyim, qəsdən qəzəb göstərir, incidir deyək, belə deyək də. Amma məqsədsiz də yəni təsadüfən də bilmədən, yəni heç özü də bilmir, bir söz deyir, o belə deyək də, incidir, pis təsir edir, qəlbinə dəyir, belə deyək, dırnaq arası. Bu söz deyir, qəlbinə dəyir, məsələn, bu düşünülməmiş bullyingdir. Bir də var tədris bullyingi. Tədris bullyingi nədir? Tədris dərs zamanı elə bir ki, adam müəllim dərs öyrədən zaman nəsə bir xoşa gəlməz bir söz deyir, o da yəni belə deyək də pis təsir, xoşuna gəlmir şagirdin, yəni ondan pis olur belə. Bəli, amma qeyd elədiyim kimi bu davamlı olur. Bu gün də onu danlayır, sabah da danlayır, davamlı baş verirsə deməli ki, bu bəli, tədris bullyingi. Çox sağ olun. Bəli, sağ olun. Sevinç müəllimə, bullyingin birbaşa və ya dolayı yolla təsirinə görə dedik ki, bullyingin növləri vasitəsiz, vasitəli olur. Vasitəsiz odur ki, özün birbaşa tətbiq edirsən, bully olursan. Vasitəlidir ki, kiməsə tapşırırsan ki, gəlin ona belə eləyə, o başqası eləyir sənin əvəzinə. Belə bir şey. Tamamilə doğrudur. Digər müəllimlər, Zeynəb müəllimə, çox sağ olun Sevinç müəllimə. Siz də sağ olun. Zeynəb müəllimə dərsdədir, yoxsa çıxdı. Digər müəllimlər kim cavab vermək istəyər? Dərsimizi sual cavab eləyək. Görmürəm mən bu adları. Zeynəb müəllimə çıxıbdır. Bayaq dərslərdə biri yoxdur. Sevinç müəllim, o da zəhmət olmasa siz kiberbullyingi də izah eləyin, yekunlaşdıraq. Kiberbullyingdə internet vasitəsilə, məsələn, tutaq ki, qorxulu mesajlar göndərir, məsələn, internet vasitəsilə də, sosial mediada ən çox, nətər deyim, yeniyetmə yaşlı uşaqlar məruz qalır da buna. Məsələn, bu bullying nəinki məktəbdə, hər bir vaxtda, iş həyatında da ola bilər. Müəllim kollektiv tərəfindən, yəni həyatımızın hər bir hissəsində ola bilər, həyatda da ola bilər. Bu, hər bir halda, yəni nəinki uşaqlar, böyüklər də bullyingə məruz qala bilərlər. Çox sağ olun Sevinç müəllimə.
Müəllimlər, inşallah gələn dərsdə testlərdə işləyərsiniz. Bazar günü dərsimiz olacaq. Bazar günü təkrar dərsi olacaq. Təkrar dərsə aid də indi qeyd eləyirəm. Sizə öz-özə qeydlər aparın.